Salam, hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Ülfət müəllim Şəxəliyev. Bu günlərdə maraqlı bir sualla qarşınızdayım. Bizə bildirilir ki, B1, 1, B2, 3-1 olan sonsuz azalan həndəsi silsilənin cəmini tap. Sonsuz azalan həndəsi silsilə siz bilirsiniz ki, məsələn 1, 3-1, 9-1, 27-1, 81-1 bu qayda ilə gedir. Sonsuz azalan həndəsi silsilə. İndi biz baxırıq ki, burada sonsuz azalan həndəsi silsilənin cəmini tapmaqda düsturumuz var idi. S bərabər nə B1 böl 1 minus Q. İndi biz buradan Q'muzu tapaq. Q nədir? B2 böl B1'dir. Yəni 3-1'i bölürəm 1'ə. Alıram nə? 3-1. Deməli, məndə Q 3-1'dir. Bunu tapdım. İndi bunun cəmini tapmaq üçün də nə edəcəm? B1 1 idi məndə. 1'i böləcəm 1 çıx Q'ya, yəni 3-1'ə. Alıram 1 böl nə? 1'i yazıram 3-3 kimi. 3-3 çıx 3-1 mənə nə verir? 3-2. Yəni 1 böl 3-2. 1 böl 3-2 nə deməkdir uşaqlar? 2-3 deməkdir. 2-3 nə deməkdir? 1,5. Deməli, bu sonsuz azalan həndəsi silsilənin cəmi nəyə bərabər olacaq? 1,5'ə bərabər olacaq. Video xoşunuza gəlirsə bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.